Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Əziz qardaşlarım, bu günləri Allahın izni ilə Əhlüsünnə vəl Cemaatın əqidəsi kitabından ikinci dərsə keçid alırıq. Daha doğrusu üçüncü dərsimizdir. Lakin birinci dəfə kitab haqqında müqəddimə idi və ümumi olaraq tövhid haqqında bir neçə məsələlər danışmışdıq. Lakin nazımlara başlayarkən ikinci dərsimizdir. Xatırlayırsınızsa Əbu Bakır Əs-Sicistani rahmetullah aleyh nazımında buyurur ki: "Təməssək bihablillahi vettabi'il huda və la taku bid'iyyan la'allaka tuflihu." Allahın ipindən bərk yapış, doğru yola tabi ol, bidətçi olma ki, nicat tapasan. Keçən dəfə şeirin bir qismini götürdük, nazımın bir qismini götürdük. Bu gün inşallah ikinci qismini və yerdə qalan qismlərini də götürəcəyik. Buyurur ki, müəllif: "Vettabi'el huda." Doğru yola tabi ol. Doğru yola tabi ol. İnşallah ki, bu yerlərini, ümumiyyətlə, bu əqidə məsələlərini diqqətlə öyrənmək lazımdır. Çünki elə məqamlar olur ki, incə məqamlardır. Bizim bilmədiyimiz məsələlərdir. Onu təkrar-təkrar dinləmək və təkrar-təkrar öyrənmək, qeydlər aparmaq. Xüsusən də bu məsələlərdə görəcəksiniz ki, nə qədər incəliklər var. Müəllif buyurur ki, Əbu Bakır Əs-Sicistani: "Vettabi'el huda." Vettabi'el huda. Doğru yola tabi ol. Doğru yola tabi ol. El-huda, huda yəni hidayət sözündəndir. Doğru yol. Müəllif buyurur ki, Şeyx Salih Əl-Fəvzan Həfizəhullah: "Huvəl-ləzi bu'itə bihi Muhammedun sallallahu aleyhi və səlləm." Yəni hidayətin tərifi budur ki, Muhammed sallallahu aleyhi və səlləm onunla göndərilmişdir. Onunla gəlmişdir. Sallallahu aleyhi və səlləm. Necə ki, Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki: "Huvəl-ləzi arsələ rasuləhu bil-huda və dinil haqq liyuzhirahu aləd-dini kullih və ləv kərihəl-müşrikun." Uca Allah buyurur ki, müşriklərin xoşuna gəlməsə də İslamı bütün dinlərdən üstün etmək üçün öz elçisini, doğru yol göstəricisi və haqq dini ilə göndərən odur. Bu ayətin içərisində də El-Huda və dinil haqq kəlmələri keçdi. Şeyx Salih bu ayətə şərh verərkən buyurur ki: "Vel-huda huvel-ilmun nafi'." Huda kəlməsi, hidayət kəlməsi, el-ilmu en-nafi', faydalı ilim. Sonra buyurur ki, və dinul haqq, doğru yol isə, üzr istəyirəm, və dinul haqq, haqq din isə, huvə amelus salih, huvə el-amelu es-salih, salih əməl. Deməli, kimsə soruşda ki, el-huda sözünün tərifi, huda nə deməkdir? Deyirik ki, el-huda huvə el-ilmu en-nafi', faydalı ilim, və dinul haqq, haqq dində salih əməl. Baxın, burada subhanallah, birdən kimsə soruşar ki, faydalı olmayan elm də varmı? Cavab olaraq deyir ki, əlbəttə ki, faydalı olmayan elm odur ki, sahibinə fayda vermir. Sahibi öyrəndikdə ona əməl etmir. Allah qorusun. Əməl olunmayan elm nədir? Faydasızdır. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhər zikirlərində mərufdur bu, məşhur duadır. Buyurur ki, Allahümmə inni əsəlukə ilmən nafi'an. Fikir verdiniz. Allahım, səndən faydalı elm istəyirəm. Sallallahu aleyhi və səlləm. Sonra Şeyx Salih buyurur ki, وَنَقْرَأُ فِي آخِرِ الْفَاتِحَةِ اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمِ صِرَاطَ الَّذ۪ينَ اَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ. Buyurur ki, Fatihə surəsində həmişə oxuyuruq, Fatihə surəsinin axırında olan bu ayəni.
Ayetin şərhinə keçməmişdən öncə və Şeyx Salihin sözlərini oxumamışdan öncə burada bir faydanı bildirmək istəyirəm. Baxın, subhanallah, ola bilsin ki, bizlərdən birimiz bəzi vaxtlarda tək namaz qılırıq. Yəni, demək olar, həmişə sünnət namazlarını tək qılırıq və fərz namazlarını isə cəmaatla qılırıq. Bəzən olur ki, tək qılırıq. Burada keçir ki, ehdinə. Ərəb dilində bilənlər bilirlər ki, nədir? Burada cəmdə olunan bir duadır. Cəmdə olunan bir dua. Ehdinə sıratal müstəqim. Təfsirçilər buyurur, deyirlər ki, bu ona görədir ki, yəni bir mənada bir müsəlman tək özünü fikirləşmir. Bütün müsəlmanları fikirləşir. Ehdinə sıratal müstəqim. Ey Rəbbimiz, bizi doğru yola yönəld. Fikir versin, subhanallah, dünyanın məşriqində və məğribində kimsə namaz qılırsa, bizim üçün dua edir. Biz də hardasa namaz qılırıqsa, bütün dünyanın hər yerində olan müsəlmanlara dua edirik. Onları unutmuruq. Budur İslamın gözəllikləri. Elhamdülillah. Bəli. Ehdina sıratal müstəqim sıratallezine en'amte aleyhim gayril məğdubi aleyhim vələddalin. Allah subhanət hələ buyurur ki, nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox. Duada bu cürə keçir. Həmin bu nemət bəxş olunmuş şəxslər və qəzəbə uğrayanlar və azanlar üç qisimdir əslində. Elə ayətin içərisində də baxanda görünür ki, üç sinif insan var ki, burada Allah subhanət hələ bunları zikr edir. Birincisi odur ki, əllezine en'amallahu aleyhim, o kəslər ki, Allah subhanət hələ onların üzərinə neməti bəxş eləyib, onlar kimlərdir? Humullezine cəmə'u beynəl ilmin nafi' vəl-aməl salih. Subhanallah. O kəslər ki, onların üzərinə nemət bəxş olunub, onlar nə ediblər? Cəm ediblər faydalı elmdən salih əməli. Cəm ediblər faydalı elmdən salih əməli. İkinci də vəl-məğdubu aleyhim, qəzəbə uğrayanlar, qəzəbə döçər olanlar kimlərdir? Humullezine əxazul ilmə və tərakul aməl. O kəslər ki, elmi öyrəniblər, əməli tərk ediblər. Bunlar da kimlərdir? Yahudilər. Üçüncü qism humullezine əxazul amələ və tərakul ilm. Onlar əməli götürüblər, elmi tərk ediblər. Bunlar da kimlərdir? Bunlar da Nasranilər. Bəli. Sonra müəllif Şeyx Salih davam edir şərhinə. Buyurur ki, Əl-hidayətu alə qismeyni. Əl-hidayətu alə qismeyni. Bu mühüm məsələlərdəndir. Bunları yaxşı-yaxşı öyrənmək lazımdır. Buyurur ki, hidayət iki qismdir. Hidayət iki qismdir. Əl-qismul əvvəlu, birinci qismə gəldikdə, əl-hudə bimə'nə, hudə hidayətin birinci mənası odur ki, əd-dilaləti vəl-irşədi və bəyanil haqqı. Buyurur ki, yönəltmək, hidayətin birinci qismi mənası yönəltmək, irşad etmək və haqqı bəyan etmək. Və hədihi hidayətun əmmə. Bu hidayət ümumi hidayətdir. Vallahu hədən nəsə cəmiən bimə'nə ənəhu beyyənə ləhumul haqq. Allah subhanahu teala bütün insanları ümumi olaraq nə edib onlara? Dəlalət etmək üçün, irşad etmək üçün, bəyan etmək üçün peyğəmbərlər göndərib əslində. Onlara haqqı bəyan etmək üçün. Və onlara açıq-aşkar şəkildə öyrədib. Necə ki, Allah subhanahu teala buyurur ki, وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّ الْعَمَى عَلَى الْهُدَى. Fikir verin. Subhanallah. Deyir ki, Allah subhanahu teala Səmud qovmuna gəldikdə biz onlara haqq yolunu göstərdik. Amma onlar körluğu, yəni küfrü doğru yoldan üstün tutdular. Burada da bir fayda yadıma düşdü. Həmişə təfsirlərdə keçir ki, əksər ayətlərdə Quran-ı Kərimdə əl-əmə, yəni körluq gələndə orada qəlbin körluğundan söhbət gedir. Yəni fiziki gözlərin körluğundan yox, qəlbin körluğundan. Əksər ayətlərdə bu cürədir. Yəni küfr edənlər, qulaqları var, eşitmirlər, gözləri var, görmürlər, qəlbləri var, duymurlar. Necə belə ayətlər var. Deməli, öyrəndik ki, barakallahu fikum, hidayətin birinci qismi
irşad etmək, dilalət etmək, yönəltmək və haqqı bəyan etmək. İkinci qismi isə el-qismu thani hidayətut tevfiq. Hidayət-i tevfiq nədir? Yəni müvəffəqiyyət. Müvəffəqiyyət Allahdandır subhanahu wa ta'ala. Tevfiq Allahdandır. Həmişə belə bir söz var elm əhli arasında. Çoxlu təkrarlanır. Fikir verin, hidayətut tevfiqi lil-amali bil-haqqi və təməssuk bih. Yəni o hidayət ki, salih əməl, haqqa muvafiq olması və haqdan bərk yapışması. Və hədihi hidayətun xassa. Bu hidayət isə nədir? Xüsusi hidayətdir. Lə təkunu illə li əhlil iman. Bu hidayət ancaq iman əhlində olur. Və lə yəmlikuhə illallah. Allahdan başqa heç kim buna sahib ola bilməz. Subhanahu wa ta'ala. Sonra buyurur ki, fələ yəmliku hidayətə el-qulubi illallah. Qəlblərə verilən hidayətin sahibi malikliyi kimin əlindədir? Allahın əlindədir. Subhanahu wa ta'ala. Allahın əlindədir. Baxın, burada hidayət mövzusunda iki dənə ayəni zikr edib Şeyx Salih və bu ayətlər haqqında danışır və şərh etmək üçün, başa salmaq üçün ki, məsələ hansı yerdədir? Allah subhanahu teala buyurur ki, İnnəkə lə təhdi mən əhbəbdə və ləkinnə Allahə yəhdi mən yeşə və huvə a'ləmu bil muhtədin. Allah subhanahu teala buyurur ki, şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Başqa bir ayədə Allah subhanahu teala buyurur ki, və innəkə lə təhdi ilə sırat-ı mustaqim. Sən onunla, yəni Quran-ı Kərimlə insanları düz yola yönəldənsən. Fikir verin, ayətin içərisində, iki ayənin içərisində nə gəldi? Birində gəldi ki, sən insanları doğru yola yönəldə bilməzsən. İkincidə nədir? Sən insanları doğru yola yönəldənsən. Bunların arasında olan fərqlər nədir? Kimsə soruşda deyirik ki, bəli, biz bilirik ki, irşad hidayəti, yönəltmək hidayəti var. Bir də nədir? Tevfiq hidayəti. Tevfiq hidayətinə malik olan, tevfiq hidayətinin sahibi olan Allahdır, subhanahu teala. Lakin irşad etmək, yönəltmək isə bu peyğəmbərlərin və alimlərin işidir, vəzifəsidir. Peyğəmbərlər də elə, necə ki, bildiyiniz kimi Allah subhanahu teala buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا. Allah subhanahu teala buyurur, biz bütün ümmətlərə peyğəmbərlər göndərdik. Niyə görə? Onlara başa salsınlar, onlara öyrətsinlər. Deməli, peyğəmbərlərin gəliş məqsədi nədir? İnsanları öyrətmək, irşad etmək, haqqı onlara bəyan etmək. Barakallahu fikum, təkrar olaraq deyirəm ki, hidayətin iki növü var. Birinci növü irşad, yönəltmək hidayəti, bu peyğəmbərlərin və alimlərin işidir. İkinci isə tək olan Allahın, subhanahu wa ta'ala, tək olan Allahın işidir və hidayəti verən qəlblərə hidayəti verən Allahdır. Allahdan başqa heç kim bacarmaz ki, hidayət verilsin, hidayət versin. Sonra şeirin digər qisminə keçid alırıq. Buyurur ki, وَلَا تَكُ بِدْعِيًّا. Dedi ki, təməssək bi həblillahi və təbi'l hudə. Allahın ipindən bərk yapış, doğru yola tabi ol. Və lə təku bid'iyyən. Bidətçi olma ki, nicat tapasan. Hələlik birinci qismini götürürük. İkinci bənddən birinci qismini. Və lə təku bid'iyyən. Şeyx Salih buyurur ki, hədə nəhyun. Bu nəhi qadağan olunub. Yəni bidətçi olmaq, bidət etmək qadağan olunub. Allahın kitabında, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsində. Vəl-bid'iyyu nisbətən iləl-bid'ə. Əl-bid'iyyu deyir ki, bu kəlmə deyir, bidətə nisbət olunur. Bidətə nisbət olunur. Əslində, ərəb dili bilən qardaşlar bilirlər, sözlərin arxasında yə ilə gələndə o nisbət bildirir. Harasa, misal üçün deyək ki, əl-əzəriyyu, əl-buxariyyu, Azərbaycanlı və yaxud Buxaradan olan bu yə nədir? Nisbət bildirir. Deyir ki, burada keçən əl-bid'iyyu sözü nisbətən iləl-bid'ə, bidətə nisbət olunur. Bidətin də keçən dəfə tərifini demişdik. Bidətin tərifi necə idi? Allah Resulü sallallahu aleyhi ve sellemin vəfatından sonra İslam dininə sonradan gətirilən sözlər və əməllər nədir? Bidətdir. Sözlər və əməllər bidətdir. Biz hardan bilirik ki, icazəli deyil ki,
nədir? İcazəli deyil bidət etmək. Allahın kitabından, biraz öncə dediyim kimi, Allahın kitabı ilə və Muhammed sallallahu aleyhi ve sellemin sünnəsi ilə bilirik ki, nədir? Bidət etmək olmaz, icazəli deyil. Biz bidət deyəndə bir məsələni də qeyd edim. Çox adamlar burada səhv salır. Yadıma gəlir bir dəfə bir yerdə bir nəfərlə oturmuşdum. Orada bidət haqqında danışırdım. O başqa bir firqədən idi o insan, Allah hidayət versin. O dedi ki, bəs yaxşı, bu yeni olan telefonlara, samolyotlara və digər texniki şeylərə nə deyirsən? Cavab olaraq Allahın müvəffəqiyyəti ilə orada Allaha həmsənlər olsun ki, Allah subhanət hələ ağlıma saldı ki, biz dünyavi məsələlərdən danışmırıq. Biz dində olan, fikir verin, bidətin tərifinə, Muhammed sallallahu aleyhi ve sellem vəfatından sonra dinə salınmış. Demirik ki, dünyaya gətirilmiş. Dünyavi məsələlər ola bilər ki, samolyotlar olsun, nə bilim, telefonlar olsun və digər başqa əşyalar. Biz bundan danışmırıq. Bizim danışdığımız nədir? Dində olan bidət. Dində olan bidət. Baxın, Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki, Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti. Əl-əyə. Allah subhanahu wa ta'ala buyurur ki, bugün dininizi sizin üçün kamil etdim. Sizə olan neymətimi tamamladım. Və bir din olaraq sizin üçün İslam dinini bəyənib seçdim. Sizcə, Allah tərəfindən bəyənilən, seçilən, razı qalınan bir dində, o din ki, İslam dinində, hansısa bir yeniliklərə ehtiyac varmı? Şübhəsiz ki, cavab olaraq nədir? Xeyr. Allah subhanahu teala dini kamil edib. Subhanahu teala. Heç bir naqislik, heç bir ziyadəyə ehtiyac yoxdur. Yəni, heç bir naqislik və ziyada olmadan Allah-u Teala neyiniyib? Dini kamilləşdirib. Baxın, subhanallah, İmam Məlik rəhmətullah aleyh bu ayət haqqında belə bir söz deyir. Baxın, subhanallah, həqiqətən elm əhli, rahiməhumullah, alimlər, yəni bidətin nə cürünə təhlükəli olması haqqında bilirdilər, etiqad edirdilər, insanları öyrədirdilər. Buyurur ki, qalə əl-İmam Məlik rahiməhullah, mən ibtədəə fil-İslami bid'atan yaraha həsənətən fəqad zə'amə ənə Muhammedən sallallahu aleyhi və səlləm xanər risalətə. Subhanallah. İmam Məlik deyir ki, kim İslam dinində bir bidət edərsə və onu gözəl görərsə, etdiyi bu əməli, bu bidəti yaxşı görərsə, zam etmiş olar ki, Muhammed sallallahu aleyhi və səlləm Risaləyə xəyanət edib, Allah qorusun. Yəni, Quran-ı Kərimə. Təkrar edirəm. İmam Məlik rəhmətullah aleyh deyir, kim İslam dinində bir bidət edərsə və bu din o bidəti, etdiyi bidəti gözəl görərsə, sanki etiqad edər ki, zam yəni bir mənada etiqadə. Za'amə ənə Muhammedən xanər risalə. Subhanallah. Muhammed sallallahu aleyhi ve sellem sanki Risaləyə, Quran-ı Kərimə xəyanət etmiş olur. Çünki nəyə görə? Lənnəlləhə yəqul, Allah subhanət hələ buyurur ki, Əl-yevmə əkməltu ləkum dinəkum Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün sizin dininizi kamilləşdirdim. Sonra davam edir, rahiməhullah. Buyurur ki, bu ayəti gətirdikdən sonra İmam Məlik davam edir, buyurur Fəmə ləm yəkun yevmə idin dinən fələ yəkunul yevmə dinə. O günləri deyir, din olmayan bu gün də din ola bilməz. Yəni, Muhammed sallallahu aleyhi ve sellem vaxtında din olmayan bu gün də din ola bilməz. Yəni, Allah subhanahu teala kitabında elə bir ayət nazil edib ki, bütün bu bidətlə bağlı olan qapıların hamısını bağlayıb. Subhanahu teala. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də bidət haqqında bizə nə qədər məsələləri öyrədib sallallahu aleyhi ve sellem. Bilmək lazımdır ki, bidət şərdir. Bidətin heç bir xeyri yoxdur. İnsanlar arasında heç vaxt xeyr olmayıb, ancaq şər olub. Bidət ancaq nə olub? Həmişə şər olub. Sonra Şeyx Salih Həfizəhullah buyurur ki, Ləalləkə tuflihu. Ləalləkə tuflihu. Fələ təku bid'iyyən ləalləkə tuflihu. Bu məsələni də biraz nəzür deyim, geniş şəkildə öyrənmək lazımdır. Əslində bu məsələ insanlar arasında səhv olaraq yayılıb. Yəni, tuflihu deyəndə, yəni, qurtulmaq,
qurtuluş, xilas olmaq. Əslində bu, insanların özünün əlində olan bir şey deyil. Bu məsələni Allahdan istəmək lazımdır. Subhanahu wa ta'ala. Allaha dua etmək lazımdır ki, Allahım, sən məni qurtur, yəni xilas et. Sən məni xilas et. İnsanlar fikirləşməsin ki, bu qurtuluş onun öz əlindədir. Əksinə, Allahdan istəmək lazımdır. Allaha dua etmək lazımdır. Və həmçinin sonra başqa bir məsələni burada şeyx qeyd edir. Buyurur ki, Hədə rəcaun. Bu deyir, ümid etməkdir. Ləalləkə tuflihu, ümid etməkdir. Lənnəl aqidətə sahihə əllə nəczimə li əhədin bifələhin illə mən şəhidə ləhur Rasul sallallahu aleyhi ve sellem. Deyir, sahih aqidə odur ki, heç kimə cəzm etmirik. Qəti şəkildə demirik ki, filan kəs qurtulub, ancaq Peyğəmbər sallallahu aleyhi ve sellemin şahidlik etdiyi şəxsdən başqa. Əv cəə fil Qur'ani ənəhu min əhlil fələh və yaxud Quran-ı Kərimdə onun haqqında bizə xəbər gəlib ki, filan kəs nədir? Qurtulub. Necə ki, buna dəlil gətirmək olar ki, Allah subhanahu teala sahabələr haqqında buyurur ki, radiyallahu anhum və radu an. Allah onlardan razıdır, onlar da Allahdan. Onlar həqiqətən qurtulublar, radiyallahu anhum. Sonra buyurur ki, əmmə mən ləm yəti fil kitabi əv sünnəti tə'yinuhu ənəhu minəl muflihin fəinnənə lə nədzimu ləhu bil fələh. Amma deyir, nə kitabda, nə sünnətdə onun haqqında bir şey gəlməyibsə, təyin etmək olmaz. Yəni, fərdi şəkildə demək olmaz ki, filan kəs qurtulanlardandır. Və ləkin nərcu lil-muhsini. Allahdan ümid edirik ki, Allah subhanət hələ bizi bağışlasın, Allah bizə də nəsib etsin, xilas olmağı, qurtulmağı. Subhanahu wa ta'ala. Sonra bunların hamısının sonunda Şeyx Salih buyurur ki, فَإِذَا كُنْتَ تُرِيدُ الْفَلَاحَ فَلْيَكُنْ بِهَذِهِ الْأُمُورِ الثَّلَاثَةِ. Deyir ki, əgər deyir, qurtulmaq istəyirsənsə, bu üç məsələdən bərk yapış. فَلْيَكُنْ. Həmişə sənin üzərinə bu üç məsələ vacib olsun. Özün üçün bunları mənhəc et bir mənada. Əgər qurtulmaq istəyirsənsə, qurtuluşa çatmaq istəyirsənsə, xilas olmaq istəyirsənsə, bu üç şeydən bərk-bərk yapış. Onlardan birincisi, təməssək bi kitabillah. Təməssək bi kitabillah. Allahın kitabından bərk yapış. İkincisi, vəttəbi'l hudə. Doğru yola tabi ol. Bunlar haqqında danışdıq. Üçüncüsü də nədir? Vətəcənnəbil bid'a. Və bidətdən uzaq dur. Bidətdən uzaq dur. Deməli, barakallahu fikum, biz öyrəndik ki, Şeyx Salih Əl-Fəvzan Həfizəhullah bu kəlmələri, bu şeirləri, nazımları bir-bir şərh etdi, başı saldı, öyrətdi ki, Əbu Bakr As-Sizistani rəhmətullah aleyh orada o şeirlərində nəyləri qəsd edirdi? Fikir verin, təməssək bi həblillah və təbi'l hudə, Allahın ipindən bərk yapış, doğru yola tabi ol, və lə təku bid'iyyən ləalləkə tuflihu, bidət etmə ki, və lə təku bid'iyyən, bidətçi olma ki, nicat tapasan. Bidətçi olma ki, nicat tapasan. Uca Allahdan dilərəm ki, Allah subhanahu teala bizlərə nəsib eləsin, Allahın kitabından, Muhammed sallallahu aleyhi ve sellem sünnəsinə bərk-bərk yapışmağı və ona əməl etməyi və bidətlərdən Allah teala bizi uzaq etsin. Həqiqətən bidətlər təhlükəlidir. Sonda barakallahu fikum sizə bir məsələni xəbər verim. İnsanların həyatlarında baş verən çətinliklər, kin-küdrət, yorğunluqlar, ruzinin az olması, evlərdə söz-söhbətin çoxalması, əksər məsələlərin başına dayanan iki dənə məsələdir. Əksər məsələlərin, yəni başlığı iki dənə məsələdir. Birincisi günahlardır, ikincisi də nədir? Bidət, Allah qorusun. Bidətlər məhv edir, subhanallah. İnsanların həyatlarını qaraldır. Sanki paraleldir. Yəni günahlarla bidətlər ikisi yan-yanadır. Bidətlər də ziyan vurur sahibinə, günahlar da. Allah qorusun. Allah bizi bidətdən və günahdan uzaq etsin, subhanahu teala. Biz Allahdan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı etsin və bizim əməllərimizi və sözlərimizi bizdən qəbul etsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illa ente, əstəğfiruka və atubu ileyk.